2 İsfən Dünya Ana Dili Günü. Güney Azərbaycan türkləri İran dövləti hakimiyyəti altında sadəcə dilin məhv edilməsi ilə üz-üzə deyil, milli iradənin isarət altına alınması, tarixi varlığın inkar olunması və siyasi hakimiyyətin zorla qapılması ilə qarşı-qarşıyadır. Azərbaycan türkcəsinin məktəblərdən, universitetlərdən, mediadan və rəsmi idarələrdə yasaklanması açıq işğal siyasətinin nəticəsidir. Dövlət, ordu, iqtisad və siyasi güc başqa işğalçı millətin əlində olduğunda dil də isarətdə qalır. Bu şəraitdə rəsmi tanınma söhbəti məsələnin mahiyyətini gizlədir. Çünki dilin həqiqi azadlığı yalnız siyasi azadlıq və milli hakimiyyətlə mümkündür. İran hakimiyyəti Güney Azərbaycan türklərini yalnız mədəni soyqırımla deyil, siyasi və iqtisadi sahələrdə də işğal altında saxlamağa çalışır. Bu tədrici assimilyasiya, kimliyin silinməsi və milli şuurun saxtalaşdırmasının siyasətidir. Məktəblərdə türkcənin qadağan olunması, türkcə danışanların təhqir edilməsi, milli varlığın sistemli şəkildə yox edilməsi üçündür. Güney Azərbaycan millətinin hədəfi islahat deyil, çərçivə içində hüquq da deyil. Hədəf açıq və vasitəsiz işğalı dəf etməkdir. Hədəf işğalçı siyasi hakimiyyətdən çıxmaq və öz milli, egemen və müstəqil dövlətini qurmaqdır. Hər bir millət öz torpağında öz bayrağı, öz parlamanı və öz dövləti ilə yaşama haqqına malikdir. Bu haqq nə lütfüdür, nə imtiyazdır. Bu təbii və tarixi haqqdır. Heç bir mərkəzi hakimiyyət bir millətin öz dövlətini qurma haqqını inkar edə bilməz. Azərbaycan türkcəsinin həqiqi azadlığı yalnız müstəqil Güney Azərbaycan dövlətinin qurması ilə mümkündür. Dilin azadlığı dövlətin azadlığıdır. Dövlət olmadan dilin gələcəyi olmaz. Güney Azərbaycan milləti əsarət və işğalı rədd edir. Milli müqavimət iradəsi və tam istiqlal hədəfi bu qəti qərarın təməlidir. Müstəqil Güney Azərbaycan ümidi ilə Ana Dili Günü qutlu olsun, mücadiləmiz uğurlu olsun.